Hər kəsi salamlayıram. Mən Laçın rayon 35 saylı tam orta məktəbin psixoloqu Zeynalova Mətanət. Bugünkü görüşümüzün mövzusu erkən nigahlar, onların səbəbləri, fəsadları haqqındadır. Erkən yaşda nigaha daxil olma sosial problem kimi hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Beynəlxalq standartlara görə uşaqların erkən yaşda nigaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində olan 16-cı maddədə vurğulanır ki, yetkinlik yaşına çatmamış kişilər və qadınlar heç bir irqi dini məsuliyyət olmadan biri-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nikah hər iki tərəfin tam razılığı əsasında baş verə bilər. Erkən nikah yaşı 18-dən az olan yeniyetmələrin nigaha daxil olması 158 ölkənin qanunvericiliyinə əsasən nigaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar əksər hallarda pozulur. Çünki erkən nikahların tətbiqi ənənəvi və sosial normaları dəstəkləyir. Erkən nikah özündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili və inkişafı durur. Erkən nikahlar əsasən bu hallarda baş verir. Erkən nikah problemlərinin özündə tarixi ənənələrin yükünün daşınması, yəni tarixi ənənə və material mentalitetdən irəli gələn səbəblər, yəni qarımış qız, qız yükü, duz yükü, tez evlənən qazanar kimi yanlış fikirlər hələ də qalmaqdadır. 18 yaşına çatmadan ailə quran qızlar daha yetkin yaşda nigaha girəndə daha çox şiddət qurbanı olurlar. Bu xüsusilə qız və onun həyat yoldaşı arasında yaş fərqində ortaya çıxan vəziyyətdir. Ailənin maddi vəziyyəti, ümidsizlik stereotipi, yaranan kasıbçılıq, evliliyin övladlarına xoşbəxt gələcək fikri tam yanlışdır. Bu praktika kəndlərdə və aztəminatlıq ailələrdə geniş yayılmışdır. Bir çox hallarda bu nigahlar valideynlər tərəfindən təşkil edilir. Erkən nigahlarda psixoloji baxımdan hazır olmadan erkən hamiləlik baş verir. Ana və uşaq ölümlərinin sayı artır. Təhsilin effektiv şəkildə başa çatdırılmamasına mane olan erkən nigahlarda olan qızlar cəmiyyətdən təcrid olunurlar. Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşdırılır və cəmiyyət üçün yalnız evdar qadın kimi fəaliyyət göstərirlər. Peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı bir imkandan məhrum edilirlər. İntihar hadisələrinin sayı artır. Erkən nigahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır. Ailənin yükünü zəif çiyinlərində daşımağa gücü çatmır və sonra çıxış yolunu yalnız intihar etməkdə tapır.